Aha, demək belə. Demişdim ki, qarışıq sual cavab edəcəm. Bir dəqiqə təqdimatı dayandırım. Demək, Sabinə xanım, ümumi qrammatik mənasına görə sifət nə bildirir? Deməli, əşyanın əlamətini və keyfiyyətini bildirir. Əlamət deyəndə nəyi nəzərdə tuturuq, keyfiyyət deyəndə nəyi? Əlamət deyəndə gözlə görünən nəzərdə tutuluq. Məsəl üçün, rəngi, qırmızı, uca, yəni onun hündür olması, nurani dediniz. Amma keyfiyyət deyəndə gözlə görünməyən, yəni ağıllı olması, bacarıqlı olması və yaxud da dad mənasında şirin olması, tuş olması, bunlar keyfiyyətini bildirir. Xatirə xanım, sifətin quruluşca neçə növü var? Mənim 3 sadə düzəltmə mürəkkəb. Mənə bir dənə sadə, bir dənə düzəltmə, bir dənə də mürəkkəb sifət deyin. Sadə məsələn qırmızı, mürəkkəb, açıq ürəkli. Düzəltmə məsəl üçün müəllimə sınıq. Sınıq. Afa xanım, düzəltmə sifətlər özü neçə cür düzəlir? Düzəltmə sifətlər Var, adlardan. həm adlardan, həm feillərdən düzəlir. Bir dənə nümunə deyin ki, bu sifət adlardan düzəlsin, bir dənə nümunə deyin ki, bu sifət feildən düzəlsin. Məsələn, adlardan, məsələn, yağlı. Yağlı adlardan düzəltdir, bir dənə də feildən düzəlmə. Feildən düzələn, məsələn, buruq. Nə? Buruq. Buruq, bəli, burmaqdan buruq. Bəli. Xanım, mürəkkəb sifətlərin yaranmasından 1-2-3 dənə deyin. Məsələn, burada bu yolla yaranır. Necə? Mürəkkəb sifətlər 2 və ya daha artıq sözün birləşməsinə yaranan sifətlərdir. Bitişik və ya defislə yazılır. Məsələn, eyni sözün təkrarı ilə şirin, gözəl defislə yazılacaq. Gözəl, göyçək, məsələn. Sonra məsələn nə deyə bilərəm? Sadə sifət, bir də sadə ismi birləşməni. Məsələn, şirin dil. Sonra biri sadə, biri düzəltmə sözün birləşməsi ilə, məsələn, məqsəd yönlü. Sonra məsələn, tərəfləri ümumiyyətlə, yəni ayrılıqda işlənə bilməyə, məsələn, tərtəmiz, məsələn, sınıq çıxıq. Bağa bitişdiricisi ilə olanlar. Ay, sağ ol, bağa bitişdiricisi. Məsələn? Bağa bitişdiricisini bir dəqiqə deyəcəm. Gəl hacıl olmadı. Yox, məsələn, növbənöv. Növbənöv, hə. Məsələn, növbənöv çiçəklər və s. Bəs dalbadal desəm? Necə müəllimə? Dalbadal. Dalbadal olmur. O zərf olur. O zərf olur. Sabinə xanım. Məsələn, cür və cür müəllimə, məsələn, yadıma düşdü, rəngarəng, məsələn, deyə bilərik bağa bitişdiricisinin köməyi ilə. Rəngarəng. Məsələn, soyuqqanlı deyə bilərəm, 2 düzəltmə sözün birləşməsi ilə. Sonra mənsubiyyə şəkilçisinin köməyi ilə yaranandan, məsələn, ürəyi açıq, orada i şəkilçisi ilə, yəni mənsubiyyə şəkilçisidir. Və s. Sabinə xanım, dərəcələr? Adi dərəcə var, çoxaltma dərəcəsi, azaltma dərəcəsi. Mən niyə tərs dedim? Yəni adi azaltma, çoxaltma dərəcəsi. Azaltma dərəcəsi necə yolla düzəlir? 2 yolla düzəlir. Morfoloji yolla, sintaksis yolla. Morfoloji yol şəkilçi vasitəsilə olandır, sintaktik yolda sözlər vasitəsilə yaranandır. Misal çəkə bilərəm ya da şəkilçiləri deyim istəyirsiniz. Şəkilçiləri sayın. Morfolojide sovdur, şındır, ımsovdur, ımtıldır, ımtıraqdır, raqdır. Bir də yalnız da var idi. Amma sintaktikdə sözlər təhərdir, sonra ala, açıq, kəm. Bunlar da sintaktik. Nə deyim, mənim özü istəmişdim. Yazılışı açıqla ala, defislə yazılır. Amma təhərlə kəm bitişik yazılır. Xatirə xanım, bu azaltma dərəcəsində istisnalar var idi ki, bunlar defisdən yazılsa da açıq söhbətində. Biz onu götürmürdük. Açıq-aşkardan açıq aydın müəllimə. Bəli, açıq-aşkar, açıq-aydın. Afa xanım, çoxaltma dərəcəsi necə düzəlir? Çoxaltma dərəcəsi də morfoloji yolla, bir də sintaktik yolla düzəlir. Morfoloji yolla cacə şəkilçisi ilə. Bir də mıqırısı, bir də sintaktik yolla isə ən lap daha
Çox bunlarla düzəlir. Bir də tünd, düm. Tünc, hə. Nümunə deyim, bir dənə caya, bir dənə mıpırısıya. Caya xırdaca məsələn, mıpırısıya da qıpqırmızı. Balaca desəm olar. Yox, balaca adi dərəcədədir məncə. Sözün özü adi dərəcədədir və morfolojisi, üzr istəyirəm, sintaktiki hansı idi dedik? Ən laf çox, Ən lap aha, çox, olduqca zil, tünd, bir də düm. düm. Aytaç xanım, tünd çay hansı dərəcədədir? Müəllimə, tünd çay ümumiyyətlə dərəcə çaları bildirmir də, mürəkkəb sifətdir. Deyirdik ki, tündlə açıq ümumiyyətlə rəng bildirəndə dərəcə çaları bildirilir. Hə, üstəlik də ki, yandakı hissəsi hansıdır? Çay hansının hissəsidir? Çay isimdir. Bəli, isimdir. İsim olduğu üçün mən ona dərəcə çalarına malikdir deyə bilmərəm. Deyə bilmədim. Bundan sonra nə var idi? Çoxaltmada istisna var idi. 2 dənə ki, zərf olaraq götürürdük biz onu. Bir bumbuzuydu müəllimə. O ümumiyyətlə dərəcə hesab edilmir. Hə, bir də baxsana xanım, saçım tıncıqlıdır mən ona görə. Hə. Bir də biri də var, əlavə nə var idi? Büsbütün. Kəmsavad o heç o azaltmaya aid idi. Bir də hə, büsbütün. Büsbütün zərfdir, hə. Zərfdir ümumiyyətlə. Bəli. Büsbütün, bir də bumbuzlar, ikisi də istisna idi. Bumbuz, bəli. Sifətdən mən Bir də tünd və açıq sözləri dedik ki, yalnız rəng bildirən sifətlərə aid olanda dərəcə bildirir də. Aha, Xatirə xanım, zil sözü sözə necə yazılır? Zil ayrı müəllimə. Zil ayrı, bəs tünd, Tünd defislə. defislər, bəs düm, Düm bitişik. boy kameram açılır. Hə, tamam. Hə, düm də bitişik yazılır. Heç nə. Səbinə xanım, desəm ki, namərd arxadan vurandır. Burada namərd hansı hissəsi olacaq? Sifət. Sifət. Əgər baxmayaraq ki, cümlə Amma daxilində sifət bəli, kim və ya nə sualına cavab verir, biz Bəli. onu sifət götürəcəyik. Yəni Bəli, isim başqasının ayaqqabısını geymək misalına uyğun olaraq burada tətbiq edirik. Yəni suallar ismin sualına cavab versə də zaten mübtədanın sualıdır əslində o da. Yəni mübtəda rolundadır, amma isimdir. Sifət. sifətdir, sadəcə isimləşib cümlə daxil. Müəllimə, burada xəstə sözünü də aid eləmək olar. Xəstə özü sifət. Xəstə, qoca, məsələn, qoca zorla yeriyirdi. Qoca sifətdir. Amma deyim ki, Testdə var idi xəstə. hə, amma deyim ki, sizə qarı isimdir. Qarını isim cahildirlər. Beter qarını isim götürsən. Qarı da bunun əlamətidir. Üzünə baxana bilsən ki, qarıdır bu, yaşlanıbdır. Qarını isim götürürlər, qocanı sifət götürürlər. Mənə çatmır niyəsi, amma çox İkisi də əslində belə baxanda qoca da əlamət bildirir. Üzünə baxanda bilsən ki, qocadır. O birisi də qarı da üzünə baxanda bilirsən ki, belədir. Müəllimə, qarı elə bil qocaya verilmiş termin kimi bir şey olub. Yəni qarı nənə deyirlər. Sanki belə adını bildirən bir şey oxşuyur. Yəni məncə ismə yaxındır mənə görə. Nə bilim, yəni ikisinə də şey olaraq baxırlar. Mən olsam ikisinə isim baxa bilərəm. İsim yoxsa sifət? İkisinə də. Sifət. Tamam. Üzünə baxanda bilirəm ki, bu qarıdır, bu nədir. Sonra keçək ismə. İsmin iki halı var ki, digər hallardan fərqli idi. O hallar hansılar idi? Mən deyim, mən. Yox, Xatirə xanım, sırayla. Müəllimə, Gəlik təsirlik. Təsirli. Fərqli cəhətləri nə idi? Bunlar həm iki hal olur. Həm qeyri-müəyyən, həm də müəyyən. İki hallar olur müəllimə. Aha. Necə seçirəm müəyyən yəlik halı, Xatirə xanım? Müəyyən yəlik hal, üstü 4 şəkilsini gördükdə, amma yazılmayıbsa, bu özümüz bərpa edə biliriksə, olur qeyri-müəyyən. Eyni ilə təsirlik halıdır. Yaxşı. Afa xanım, bəs qeyri-müəyyən təsirli halı cümlə daxilə necə seçirik? Qeyri-müəyyən təsirli halda, yəni sözlərin sonunda şəkilçisi olub. Yox, müəyyən təsirli halda olur da bu.